Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin sədri, TÜKTİB Azərbaycan 2026 Beynəlxalq Konqresinin Təşkilat Komitəsinin sədri Müşfiq Həsənov. Bildiyiniz kimi 5-7 iyun 2026-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində TÜKTİB Azərbaycan və Endoforum 2026 Beynəlxalq Konqresi örüşünə başladı və çox böyük, uğurlu bir başlanğıcla Bakı şəhərində buna start verildi. Tədbirin, konqresin açılışında dövlət rəsmləri, Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri, millət vəkillərimiz, bir çox ölkələrdən qatılan prorektorlar, rektorlar və eyni zamanda ölkəmizdə Azərbaycan Tibb Universitetindən, Naxçıvan Dövlət Universitetindən, Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmləri konqresin açılışında iştirak edədilər. Bununla yanaşı Türkiyədən və ölkəmizdən olan bir çox tibbi cəmiyyət sədrləri və o cəmiyyətin üzvləri də bu konqresdə qatılımlarını təsdiq etdilər və açılış törəndə iştirak edədilər. Tədbirin keçirilməsində əsas məqsəd yalnız elmi, praktik təcrübələrin paylaşılması deyil, eyni zamanda təbabət qarşısında duran aktual problemlər, süni intellekt, inovativ texnologiyaların tibbə tətbiqi və gənc mütəxəssislər ilə ixtisaslaşmış tibb alimləri, bilim adamları arasında əlaqə yaratmaq, bir elmi körpü qurmaq məqsədi daşıyır. Eyni zamanda bu tədbirdə biz bir çox müştərək layihələrin həyata keçirilməsi, müştərək konsiliumların aparılması istiqamətində də işlər görməyə artıq başlamışıq. Bunun misal olaraq biz müxtəlif elmi araşdırmalarımızı birləşdirərək ümumi şəkildə elmi məqalələrin nəşr olunması üçün beynəlxalq statusa malik bir tibbi jurnal formalaşdırmışıq, International Forum Med jurnalı və bu jurnalın redaksiya heyəti, onun həm redaktorları, eyni zamanda ekspertlər qrupu türkdilli ölkələrin tibb mütəxəssislərindən təşkil olunubdur və ildə 3 dəfə deməli bu jurnal işıq üzü görəcək və bura deməli məqalələr daxil olacaq və məqalələr daxil olduqdan sonra xüsusi ekspertlər, müvafiq ixtisaslar üzrə ekspertlər tərəfindən dəyərləndirildikdən sonra nəşrə icazə veriləcəkdir. Bu, təbii ki, jurnal eyni zamanda türkdilli ölkələrdən olan tibb alimlərinin, həkimlərinin bir mübadilə, bir paylaşım mətbuatı kimi də qiymətləndirmək olar. Tədbirdə Təşkilat Komitəsində mən fürsətdən istifadə edərək TÜKTİB Azərbaycan Təşkilat Komitəsinə göstərmiş olduğu dəstəyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universiteti rektoruna, Naxçıvan Dövlət Universiteti rektoruna, Səmərqənd Dövlət Universiteti rektoruna, Türkiyənin Sağlım Bilimləri Universiteti rektoruna Konqresin Təşkilat Komitəsi adından təşəkkürümüzü bildiririk. Bu tədbir həqiqətən bizim türkdilli ölkələrin tibb birliyinin qurulmasına həqiqətən töhfə versin və birliyimizi möhkəmləndirsin.